düşüb azanından qabaq insan yeməklə məşğuldur. Yeməklə məşğul olarkən azan səsi eşitsə və yaxud saata baxsa görsə ki, artıq vaxt tamam olub, ağzında olan tikəni artıq udmamalıdır. Onu çölə çıxarmalıdır. Əgər udarsa, orucu batil olar. Əgər oruç tutan şəxs bir şeyi səhvən yesə və yaxud içərsə, onun orucu batil olmaz. İynə, sistem və bu kimi şeylərdən istifadə etmək olar. Amma müştəhidlər arasında bu məsələdə fərq var. Bir qism müştəhidlər buyururlar ki, hətta qida iynələri, ağrı kəsici iynələri, damara vurulan sistemlər də orucu batil etməz. Amma digər qism müştəhidlər buyururlar ki, ağrı kəsici iynələr orucu batil etməz, amma damara vurulan qida iynələri, sistemləri orucu batil edər.